daha dağılmayan, daha yüngül yeməklər özünüzlə götürməyi tövsiyə edirik. Yaxşı olar ki, portativ soyuducu götürəsiniz. Çiğ ət götürürsünüzsə, manqal bişirəcəksiniz, o əti soyuducunun alt hissəsinə qoyun. Çünki o ətin deməli buzu açıldığı zaman onun üzərindəki damcılar digər qidalara düşə bilər ki, bu da bu qidaların çirklənməsinə və daha sonra infeksiyalara məruz qalmağımıza səbəb ola bilər. Əgər hər hansı bir turizm obyektindəsinizsə, o zaman orada da baxmalısınız ki, sizə verilən masa təmiz olsun, xüsusi qaydalara riayət olunsun və bunu siz bir müştəri olaraq tələb edə bilərsiniz və həmçinin də buradan o turizm məkanlarını işlədən insanlar da sanitar qovşaqlarının, mətbəxin, əhaliyə xidmət göstərən işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsini təmin etməlidirlər. Əgər özünüzlə yemək götürmüsünüzsə, piknik kimi edəcəksinizsə, o zaman yaxşı olar ki, təmiz bir palaz və ya xalça götürəsiniz və onu daha belə qum az olan yerdə sərib o şəkildə qidalanasınız. Hazırladığınız yeməyi çalışın 2 saat ərzində istifadə edin. Çünki yemək uzun müddət isti şəraitdə qaldığı zaman bu bakteriyaların artmasına və daha sonra bizi yoluxdurmasına şərait yaradır. Su içməyi unutmayın, çünki isti havalarda dehidratasiya ola bilər və yaxşı olar ki, yəni şirin qazlı içkilər deyil də, meyvə şirələri deyil də, sadə su özümüzlə götürək, aparaq içməliyə getdiyimiz zaman. Əllərimizi tez-tez yuyaq və burada məsələn biz deyək ki, rayona getmişiksə, o zaman əlimizi göldə, çayda deyil də, özümüzlə məhz əl yumaq üçün də ayrıca su aparaq. Çünki orada da biz göldəki, çaydakı suyun tərkibini bilmirik və nə qədər istifadə üçün yararlı olduğunu bilmirik. Buna görə də özümüzlə həm əl yumaq üçün, həmçinin də içmək üçün ayrıca, çay dəmləmək üçün də ayrıca su götürməyi tövsiyə edirik.